düzgün qidadan başlayır. Meyvə-tərəvəz bölməsi ilə immuniteti necə gücləndirmək olar? Yediklərimiz və ya yemədiklərimiz immun sistemimizə birbaşa təsir edir. Bu araşdırma parlaq rəngli tərəvəzlərin immun sisteminə təsirini yoxlamaq üçün aparılıb. İlk 2 həftə demək olar ki, meyvə-tərəvəz yeyilməyib. Sonra 2 həftə hər gün bir yarım stəkan pomidor şirəsi, ardınca kök şirəsi və daha sonra ispanaq tozu verilib. Bu qrafik 8 həftə ərzində immun funksiyanın göstəricisini göstərir. Cəmi 2 həftə meyvə-tərəvəzsiz qidalanma immuniteti kəskin şəkildə zəiflədir. Amma sadəcə bir yarım stəkan pomidor şirəsi bu düşüşü bərpa edə bilir. Gündə 5 porsiya yox, sadəcə o 1 stəkan. Kök şirəsi isə eyni effekti göstərməyib, ispanaq tozu da təxminən 1 porsiya qədər olsa belə. Bu nəticə mənə 2 şey göstərir. Birincisi, sadə qida seçimləri ilə immuniteti nə qədər sürətlə dəyişə bilirik. İkincisi isə, bütün tərəvəzlər eyni təsirə malik deyil. Sonraki testlərdə pomidor və kök daha bərabər görünsə də, bir tərəvəz qrupu var ki, onu qətiyyən buraxmaq olmaz. İltihab, sızan bağırsaq, bunların hamısı AHR liqandlarının çatışmazlığı ilə əlaqəlidir. Yəni, kələmkimilər ailəsinin çatışmazlığı, kələm, yarpaq kələmi, gül kələmi, kələmcik, brokoli. Bəs sağlam qidalanan insanlar həqiqətən daha az xəstələnirmi? Daha çox meyvə-tərəvəz yeyənlər, vegetarian olub olmamasından asılı olmayaraq, adi soyuq dəymə kimi yuxarı tənəffüs yolu infeksiyalarına daha az tutulur. Gündə sadəcə bir əlavə alma belə həkimi uzaq tuta bilər. Amma soyuq dəymə çox yüngül görünə bilər. Gəlin daha ciddi bir xəstəliyə baxaq, qripə. ABŞ-da qriplə bağlı hospitalizasiya risklərinə baxıldıqda, piyələnmənin 5% artması hospitalizasiya riskini 6% artırır. Fiziki hərəkətsizlik isə daha pisdir, 7%. Amma meyvə-tərəvəz azlığında cəmi kiçik bir artım belə qriplə bağlı hospitalizasiyanı daha da çox artıra bilər. Üstəlik, soyuq dəymə həmişə zərərsiz deyil. Hamiləliyin ilk trimestrində keçirilən soyuq dəymə ağır doğuş qüsurları ilə, o cümlədən ölümcül beyin anomaliyası olan anensefaliya ilə əlaqələndirilir. Yeni məlumatlar göstərir ki, problem xəstəliyin özündən çox qızdırmadır. Qızdırmasalıcı dərmanlar bu riski azalda bilər, amma daha yaxşısı ümumiyyətlə xəstələnməməkdir. 1000 qadın hamiləlikdən əvvəl və hamiləlik dövründə izlənilib. Daha çox meyvə və tərəvəz yeyən qadınlarda hamiləlik zamanı yuxarı tənəffüs yolu infeksiyası riski orta dərəcədə azalıb. Bu fayda təkcə meyvədən və ya təkcə tərəvəzdən yox, hər ikisinin birlikdə qəbulundan yaranıb. Bütöv meyvə və tərəvəzlər immuniteti gücləndirən maddələrin təbii balansını təmin edir. Bu maddələr birlikdə, sinerji şəklində işləyərək qoruyucu təsir yarada bilər. Ya da bəlkə bu sadəcə kifayət qədər yeməyin yeganə yoludur. Bu araşdırmada qorunan qadınlar gündə təxminən 9 porsiya meyvə və tərəvəz yeyirdi. Digərləri isə cəmi 5 porsiya meyvə və ya 4 porsiya tərəvəzlə kifayətlənirdi. Bu, gündə 5-6 porsiya minimumunu ödəyə bilər, amma güclü immunitet üçün yetərli olmaya bilər. Məsələn, əvvəlki məşhur tədqiqatda yaşlı insanlar 2 porsiya ilə müqayisədə gündə 5 porsiya meyvə tərəvəz yeyəndə pnevmoniya peyvəndinə anticisim cavabı 80% artmışdı. Amma yalnız 40 nəfərdən 12-si hədəf səviyyəyə çatmışdı. 2 porsiya ilə müqayisədə 6 dəfə yaxşı idi. Amma bəlkə də 8, 9, hətta 10 porsiya daha effektiv olardı.